Quranda bir dənə ayə var, buyurur ki, mən ki sizə Quran göndərmişəm. Bəzi ümmətlərin başlarına gələnlərdə ağıl sahibləri üçün ibrət var. Mən sizə bunları ona görə danışıram ki, Allah Təala Quranda buyurur da, burada ibrətlər var. Sonra deyir ki, imanı olan cəmaət üçün, ümmət üçün bu Quran doğru yol göstərən və mərhəmətdir. Hamı üçün ibrətdir, hamı üçün. Amma o adamların ki imanı var, onlar nələrsə götürəcəklər. Onlara xeyirli olacaq. İmanı olanlara xeyirlidir Quran. Quran elə o dönəmdə də, bu günlərimdə var, hamı üçündür. Amma kimin imanı varsa, iman sahibləri Qurandan fayda götürür. Çox maraqlı deyil bu. İmanı olanlar, imana diqqətli olanlar dindən, Qurandan, peyğəmbərdən fayda götürürlər, əzadarlıqdan fayda götürürlər. Yoxsa ki heç nə götürmək olmur. Qəribədir. Din belə bir qəribə bir şeydir. Allah da bunu görsün, bu ayədə açıq-aşkar deyir. Deyir ki, hər kəs üçün ibrət var. Amma ibrət elə bir şeydir ki, onu bir kəs baxar, ibrət götürməz. İbrətdir, amma ibrət götürməz. İmam Hüseynin məhərrəmindən kimlər fayda götürür? İman əhli. İman əhli bu tədbirləri ciddiyə alır və ondan fayda götürür. Xoş o kəslərin halına ki, eşqlə, həvəslə bu məclislərdə iştirak eləyirlər və xeyir, bərəkət intizarı ilə xütbəni dinləyirlər, mərsiyələri gözləyirlər, sinə vururlar, ağlayırlar.